Salam, hörmətli və əziz izləyicilər. Bugün biz həmci sözlər haqqında söhbətimizi davam etdirəcəyik. Bugünkü dərsimiz həmci sözlərdə axırıncıda saxlanılmaqla təkrarlanan qrammatik şəkilçilərin ixtisarıdır. Adətən testlərdə ixtisarlar veriləndə uşaq sonucda saxlanmaqla əvvəlkilərdə hansı şəkilçilərin ixtisar edildiyini asanlıqla müəyyənləşdirə bilir. Lakin bəzən elə tapşırıqlar olur ki, ixtisarı aparmaq şagirdin öz öhdəsinə buraxılır. Və burada müəyyən çətin və dolaşıq məqamlar çoxdur. Ona görə də mən bugünkü izahımda daha çox ixtisar olunanlardan yox, bu ixtisar oluna biləcək şəkilçilərin nə zaman ixtisar oluna bilməməyindən danışmaq istəyirəm. Əvvəlcə ixtisar olunacaq şəkilçilərlə tanış olaq. İsimlərdə cəm, hal, mənsubiyyət, şəxs, xəbər, şəkilçiləri, idi, imiş, isə istədikləri və onların şəkilçiləşmiş formaları, yəni dı, mış və sasən. 6. Qoşmalar. 7. İkinci və üçüncü növ təyini söz birləşmələrinin təkrar olunan birinci və yaxud ikinci tərəfi. Yeri gəlmişkən, mən burada hansı şəkilçilər ixtisar olunmur, onlar haqqında da məlumat verir. Heç zaman bu qrammatik şəkilçilər heç zaman ixtisar oluna bilməz. Bunlar sifətin dərəcə şəkilçilərdir. Məsəl üçün, o ağıntıl və bozuntul buludları seyr etdi. Ağ və bozuntul məna fərqlidir. İnkar şəkilçiləri, o gəlmədi və tapşırıqla yerinə yetirmədi, ixtisar oluna bilməz. Təsdiqlənən fe'l formalarının şəkilçiləri, yəni əmr, xəbər, arzu, vacib, lazım, şərt və nəhayət təsdiqlənməyən fe'l formalarının məsdər, fe'li sifət, fe'li bağlama şəkilçiləri. Bu şəkilçilər heç zaman ixtisar oluna bilməz. Gələk ixtisarlara. Görəsən, bu şəkilçilər həmişə ixtisar oluna bilirmi? Belə bir cümlə. Cəm, hal, mənsubiyyət. Mən qoyunlarımı, quzularımı və keçilərimi oturağa apardım. Sözsüz burada təkrar olunanlardır, cəmdir, mənsubiyyətdir, təsiri cavabdır. Bəli, bunlar ixtisar oluna bilər. Deməli, əgər ixtisar olunursa, cəm, mənsubiyyət və hal şəkilçiləri ixtisar olunursa, axırıncıda saxlanmaqla əvvəlkilərdə atılır. Görəsən, cəm və mənsubiyyət şəkilçiləri elədir ki, bunlar cümlə üzvlərinin müəyyənləşməsinə təsir göstərmirlər. Müəyyən kateqoriyalardır. Lakin hal şəkilçiləri isə cümlə üzvünün müəyyənləşməsinə mühüm rol oynayır. Ona görə də gəlin baxalım. Hal şəkilçisi həmişə ixtisar oluna bilirmi? Birdən biri təkdir, biri cəmdir. Mən qısa yazdım. Qoyunumu və quzularımı apardım. Bu təkdir, burada cəm var. Belə halda ixtisar mümkündürmü? Mənsubiyyət də var. Baxalım. Mən qoyun və quzularımı apardım. Əslində qalanda bu qədər də yaxşı səslənmir və mən qoyun və quzularımı apardım. Əgər desək ki, mən qoyun və quzularımı apardım, artıq o belə çıxacaq ki, burada cəm də var.
Halbuki cəm yoxdur. Deməli, belə halda bu ixtisar olunmaz. İkinci vəziyyət var. Birdən mənsubiyyət fərqli olur. Mən boynumu və onun quzularını apardım. Burada da mənsubiyyətdir, haldır. Burada da mənsubiyyətdir, cəmdir və haldır. Biri birinci şəxsin mənsubiyyətidir, biri üçüncü şəxsin mənsubiyyətidir. Mən boynum və onun quzularını apardım, yenə də ixtisar oluna bilir. Deməli, əgər mənsubiyyət şəkilçiləri fərqlidirsə, belə halda hal şəkilçisi ixtisar oluna bilmədi. Biri təkdir, biri cəmdir, hal şəkilçisi ixtisar oluna bilmədi. Çünki mənə belə cümlə yaxşı alınmır, mükəmməl alınmır. Əgər da bağlayıcı iştirak edirsə, görək ixtisar mümkündürmü? Mən qoyunumu da, quzularımı da apardım. Da şəkilçisi, da bağlayıcısı olanda ixtisar heç zaman olmaz. Baxın, qoyunlarımı və quzularımı apardım. Burada hamısı iştirak edir. Hamısı iştirak edəndə artıq qoyun və quzularımı apardım. Burada ixtisar oluna bilər. Mənsubiyyət şəkilçisi həmişə ixtisar oluna bilirmi? Gəlin belə bir cümlə bakalım. Burada ixtisar olundu mənsubiyyət şəkilçisi. Belə bir cümlə, sən mənim həyatım, canım, ciyərimsən. Həyatım, canım, ciyərimsən. Mənsubiyyət var, mənsubiyyət var, mənsubiyyət var. Xəbəri şəkilçisi ixtisar olunur, bu mənim şeydir. Gəlin görək, mənsubiyyəti ixtisar edilir olurmu? Sən mənim həyat, can, ciyərimsən. Diqqət edin, burada ixtisar oluna bildi. Burada isə ixtisar oluna bilmədi. Deməli, mənsubiyyət şəkilçisinin ixtisarı heç də həmişə mümkün olmur. Ona görə cümlədə fikrin daha dəqiq ifadə edilməsinə nəzər yetirmək lazımdır. Keçək şəxs şəkilçilərinə. Şəxs şəkilçiləri, xəbəri şəkilçiləri həmişə ixtisar oluna bilirmi? Əqildən saflıqdır, düzlükdür, ədalətdir. Asanlıqla ixtisar edə bilirik. Əqildən saflıq, düzlük, ədalətdir. İxtisar oluna bildi. Biz deyirdik, gülürdük, şadlanırdık. Dığdı, idi hissəci, şəxs şəkilçisi. İdi hissəci, şəxs şəkilçisi. Burada da var. Burada da ixtisar olundu. Deməli, həm ismi xəbərdə, həm də feili xəbərdə şəxs xəbəri şəkilçiləri ixtisar oluna bilir. Həmişəmi? Elə hallar vardır ki, bu şəkilçilər, şəxs şəkilçiləri ixtisarı mümkün deyil. Nə zaman? Ən şəkildə. Baxalım. Siz deyin, gülün, şadlanın. Görək bu ixtisar etmək mümkündürmü? Deyil, gül, şadlanın, mümkün deyil. Deməli, ən şəklində şəxs şəkilçinin ixtisarı mümkün deyil. Başqa bir, şurada keçmişsən ona. Mən dedim, güldüm, şadlandım. Mən dedim, dini ixtisar edin olan de, gül, şadlan. Mümkün deyil. Deməli, şurada keçmiş zamanda da şəxs şəkilçisinin ixtisarı mümkün deyil. Burada onu ixtisar etmək mümkün deyil. Arz şəklində. Mən gərək deyəm, güləm, şadlanam. Mən gərək deyəm, gülə, şadlanam. Bu da alınmır. Deməli, burada da mümkün deyil. Şərtə baxaq. Mən desəm, gülsəm, şadlansam, qiyamət qopmaz ki. Burada da şəxs şəkilçisi şərtdə. Görək, mən desə, gülsə, şadlansam, mümkün deyil. Nəticə çıxardaq. Deməli, cəm şəkilçisi təkrarlanırsa, həmişə ixtisar oluna bilər. Mənsubiyyət təkrarlanırsa, ixtisar olunmaya da bilir. Hal ixtisar oluna da bilir, olunmaya da bilir.
şəxs şəkilçiləri ixtisar oluna da bilir, olunmaya da bilir. Deməli, ismi xəbərlərdə, eləcə də əmr, şuhud, arzu və şərt şəklində şəxs şəkilçiləri ixtisar oluna bilməz. Lakin fiilin zamanlarında, digər zamanlarında, yəni nəqli keçmiş, indiki, gələcək zamanlarında mən deyər, gülər, şadlanaram, mümkündür. Mən deməli, gülməli, şadlanmalıyam, mümkündür. Və vacib və lazım şəkillərində bu ixtisar gedə bilər, lakin əmr, şuhudu, arzu, şərt şəkillərində isə bu ixtisar gedə bilməz. Davam edək. 5-ci, idi, imiş, isə istədikləri və onların şəkilçiləşmiş forması. Bu, həmişə ixtisar oluna bilir. Həm özü, həm də şəkilçiləri. Ona görə də heç buna nümunə yazmağa mənə ehtiyac görmədim. Qoşmalar. Dərsliklərdə yazılır ki, ilə, üçün, görə və sair qoşmalar təkrarlananda ixtisar oluna bilir. Əslində daha düzgün olaraq yazılsın ki, təkrarlanan bütün qoşmalar ixtisar oluna bilir. Çünki qoşmalar təkrarlananda artıq söz təkləri baş verir və nitq öz gözəlliyini itirir. Baxın, iclasda Əkbərdən başqa, Nadirdən başqa, Asifdən başqa hamı iştirak edir. Şimdi gəlin ixtisar edir. İclasda Əkbərdən, Nadirdən, Asifdən başqa hamı iştirak edir. Birinci və ikinci ixtisar olundu, axırıncıda saxlanılır. Demək, başqa, savayı, qeyri, özgə və s. olsun, bunun fərqi nədir? Başqa. O, riyaziyyata aid, fizikaya aid, kimyaya aid dərslikləri aldı. 3 dəfə təkrar olundu. Aid. Nitqi ağırlaşdırır. İxtisar edək birincini, ixtisar edək ikincini. O, riyaziyyata, fizikaya, kimyaya dərslikləri aldı. Və yaxud da burada hal şəkilsin, o riyaziyyat, fizika və kimyaya dərslikləri aldı. Bu cür daha gözəl. Əvvəl qoşmasına bax. Söz deməkdən əvvəl, fikir söyləməkdən əvvəl düşün. Təkrar olun. İxtisar söz deməkdən, fikir söyləməkdən əvvəl. Burada bir şey də maraqlıdır. Burada da çıxışlı hal şəkilsidir. Burada da çıxır. Lakin söz demək, fikir söyləməkdən əvvəl ixtisar oluna bilmir. Demək istədiyim odur ki, bunlara formal yanaşmaq lazım deyil. Konkret cümlədə alınan mənaya daha çox diqqət etmək lazımdır. Növbəti növə, o səncə, məncə, Əkbərcə bilmir, təkrar olunur. İxtisar etməyə çalışar. O sən, mən, Əkbərcə bilmir, cümlə alınmır. Deməli, bu ixtisar oluna bilmir. Bu ixtisar olundu. Bu ixtisar olundu. Burada ixtisar olmadı. Bir nümunədir bax. O da sənin kimi, dostun kimi fikirləşir. Burada bu yəlik anlamdır. Kimi qoşması təkrar olunur. Bu adət anlamdır. Gəlin ixtisar edək. O sənin dostun, o burada artıq yəlik adı ixtisar olunur. O da sən və dostun kimi fikirləşir. İxtisar olunanda kimi ixtisar olundu və eyni zamanda sən yəlik halından işlənən kimidə yəlik halından işlənən sənin sözü artıq adlı halda işləndi. Ona görə də mənim fikrimcə bütün təkrarlanan qoşmalar ixtisar oluna bilir. Dərslikdə belə yazılsaydı daha düz olar. Və nəhayət 7-ci. İkinci və üçüncü nöqtəyin söz birləşmələrində təkrar olunan tərəflər həmişə ixtisar oluna bilər. Deməlidir ki, bu da həmişə ixtisar oluna bilər, bu da həmişə ixtisar oluna bilər, bu da həmişə ixtisar oluna bilər. Baxaq,
Bağçamızda alma, heyva, gilas ağacı əkdik. Əkdik xəbər. Harada bağçamızda? Kim əkdik biz? Nə əkdik? Burada alma ağacı, heyva ağacı, gilas ağacı ikinci nöqtənin sözləşməsidir. Əgər bunu desək ki, bağçamızda alma ağacı, heyva ağacı, gilas ağacı əksək, nitq ağırlaşır. Ona görə də burada ikinci nöqtənin söz birləşməsində təkrar olunan ikinci tərəf axırıncıda saxlanmaqla ixtisar olur. Birinci tərəf baxaq. Xalq nəğmə və mahnıları tarixən qədimdir. Qədimdir. Xəbər nə? Xalq nəğmələri nə? Xalq mahnıları. Burada da larlar ixtisar olur. Xalq sözü həm buna aiddir, həm də buna aiddir. Deməli, ikinci nöqtəyin söz birləşməsinin birinci tərəfi təkrar olunduğuna görə ixtisar olur. Tarixin qədimdir mahnıları, nəğmələri. Üçüncü növbə, Nizami, Füzuli, Nəsiminin əsərləri tarixi sərvətimizdir. Sərvətimizdir xəbər. Nə? Nəsim, Nizaminin burada da şəkilçə ixtisar olur. Cəm və mənsubiyyət. Nizaminin əsərləri, Füzulinin əsərləri, Nəsiminin əsərləri. Deməli, əsərləri sözü burada da təkrar olunmayır və ixtisar olunur. Sonumuza saxlanır. Sabirin satira, taziyanı və felyetonları bu günümüzdə də aktualdır. Aktualdır xəbər nə? Sabirin satiraları, Sabirin taziyanaları, Sabirin felyetonları. Ları şəkillər, cəmbə, mənsubə şəkildə ixtisar olunur. Burada da Sabirin sözü burada da işlənə bilərdi, burada da. Əgər desək ki, Sabirin satiraları, Sabirin taziyanaları, Sabirin felyetonları bu gün də aktualdır və nitq öz gözəlliyini itirir. Deməli, həm ikinci nöqtə, həm üçüncü nöqtə təkrar olunan birinci və ikinci tərəflər ixtisar olunur. Burada uşaqlar nədə çaşırlar? Çox zaman belə fərq edirlər. Bağçamızda əkdik nə? Alma, heyva və gilas ağacı. Bunu bir müftədə götürür. Sıxam olur, belə olur da zərflik, müftədə xəbər. Bu səhvdir. Bunlar ixtisar olunan tərəfləri bərpa edib cümlə üzlərini müəyyənləşdirir. Yəni burada üç müftələr var. Bağçam tamamlıq var. Bir tamamlıq, iki tamamlıq, üç tamamlıq. Deməli, bunu sıxır belə olacaq. Zərflik, tamamlıq, bağışlarımda mən müstədə yazdım. Tamamlıq, xəbər. Sıxım budur. Bu səhv sıxımdır. Belədir də, xalq nəğmə və mahnılar tarixin qədimdir. Uşaq təhlil edir, qədimdir. Nə? Xalq nəğmə və mahnıları bir müftədə götürür. Burada iki müftələr var. Xalq nəğmələri, xalq mahnıları. Və yaxud Nizami, Füzuli, Nəsimin əsərləri götürür sərvətimizdir. Nə? Nizami, Füzuli, Nəsimin əsərləri bir müftədə. Xeyr, üç müftədədir Nizaminin əsərləri, Füzulinin əsərləri. Deməli, bir müftədə, iki müftədə, üç müftədə var. Və yaxud Sabirin satira, faziyanə və felyetonları bir müftədə götürür. Olmalı Sabirin satiraları, taziyanaları və felyetonları üç müftədə var. Demək istəyirəm ki, bu təkrar olunan tərəflərin hər birini ayrı üz kimi götürmək lazımdır. Birdən feil birləşmə oldu. Birdən feil birləşmədə təkrarlananlar necə götürəcək? Bunlar da ayrı-ayrı tərkiblər kimi və ayrı-ayrı üzvlər kimi götürülməlidir. Baxın, müstəntiq ailəsi, yaxın dostları və silahları ilə görüşməyə icazə verməli. Ailəsi ilə görüşməyə, yaxın dostları ilə görüşməyə,
dostlarla görüşməyə. Burada ilə və görüşməyə sözü ixtisar olunur. Bəs burada təhlil necə olacaq? Doğrudan da 3 dənə tamamlıq olmalı ailəsi ilə bir tamamlıq, yaxın dostlarla bir tamamlıq, silahdaşlarla görüşməyə bir tamamlıq. Xeyr, fiili birləşmələrdə bunlar hamısı bütövlükdə bir nəyə icazə vermir? Bir tamamlıq olacaq. Artıq burada isim birləşmələrdə olduğu kimi ayrı-ayrı üzvlər götürülməyəcək. Başqa bir yol. Oğlan kartları, təyyarə biletini və telefonunu əl çantasını çıxaraq oradan uzaqlaşdı. Cümləni təhlil edək, uzaqlaşdı. Xəbər ki, oğlan haradan uzaqlaşdı? Orada sual verəcək. Necə uzaqlaşdı? Kartları, təyyarə biletini və kelyotunu əl çantasına yığaraq fe'li bağlama tərkibli bir üzv olacaq. Daha bunu kartları əl çantasına yığaraq, təyyarə biletini əl çantasına yığaraq, telefonu əl çantasına yığaraq kimi 3 üzv götürülməsi səhvdir. Deməli, burada ismi birləşmələrlə fe'li birləşmələrdə fe'li birləşmələr fərqli yanaşmaq lazımdır. Mən çalışdım ki, daha çox hansı hallarda bu şəkilçilər ixtisar oluna bilməməsi məsələsinə daha çox diqqət yetirir. Çünki bu çətinlik törədir. Bugünkü dərsimiz bu qədər. Əgər doğrudan da mənim izahım xoşunuza gəlirsə, bəyənin, kanalıma abunə olun və fikirlərinizi, eləcə də suallarınızı bildirə bilərsiniz. Sağ olun.